Salamlar, hər vaxtınız xeyir olsun. Bugün külək tərsinə əsib, yəni ki, hava xoşdur. Çox istidir, dəhşət istidir. Siz nə edirsiniz? Gününüz necə keçir? Nə ilə məşğulsuz? Burnuna düşən bu şeyə bayılıyorum desəm. Ay. Yenə də yorğunçuluqdur, yenə də heç səni çatdırmıram, bəzi şeyləri etələmə məcburiyyətindəyik. Yenə də biz etiraflarla məşğuluq. Kofi falandan danışır falan, inanırsınız. Boş şeylər. Bunu sökməyə yer axtarıram, görəsən taparam. Nədən olmasın. Həmişəki kimi canlarımızda o qədər çox adam olur ki, mən bilməm yorumlara mı baxım, bilməm suallara mı cavab verim. Normalda etirafları adətən axşam saatlarında oxuyanda qəşəng olur. Çünki indi o bu havada olmursa, sadəcə axşamda heç cürə imkan eləyə bilmədiyimə görə etirafların birində qeyd olunub ki, baxım, qeyd olunub ki, bizim 5 uşağımız var, Ərişdəmir və başqa şeylər də qeyd olunub, onu filtr edirik. Mən də deyir, evdən dışarı çıxmağa icazə vermir. Etiraf nə uzun, nə qısa etiraflardan da 37 yaşından gəlib. Ekran layıqları çox eləyirsiniz. Məncə özünüzü bu qədər yormayın. Я прожила с человеком 10 лет, у нас 5 совместных детей. 10 il. Bütün bu illərdə психология, моральное давление, применял физическое насилие под воздействием. Bla-bla-bla və от стыда я меняла место жительства. Sonra все соседи вокруг видели его отношения. Работать он не любит, его никогда не беспокоило, где живем, на что. На данный момент живем в доме, купленном за счет средств материнского капитала и оформленным на меня и на детей. Имеет ли право он проживать в этом доме без моего согласия? Belə mənasız etirafları niyə oxuyuram ki, onsuz da hamının öz məişət problemləri özünə bəsdir. Gec-gec başqalarının problemlərini oxumağın nə mənası? Burada qəşəng dəstək şəkilləri var, ona görə bu etiraf yəqin maraqlı olur. Salam, xoş gördük. 2 года живем вместе с родителями парня. Страсть угасла, романтика прошла. Что делать? Deyək ki, 24 yaşımda köçdən sonra Polşaya həyata qarşı maraq bitib və biz etirafları oxuyuruq. Bir etirafı oxuduq, o çox mənasız çıxdı. Ona görə ikinciyə keçdik. İkinci də qəşəng etiraf idi. Onu sadəcə başlıq olaraq buraxdıq. Yeni gələnlər xoş gəldiniz. Yəqin Polşaya köçü siz də çox eşitmişsiniz də. Portekiz. Türklər ən çox Portekizə gedirdilər. Ora Portuqaliyadır, ora heç. Bu Polşadan bu dəfə danışır və я как будто упал в черную дыру, тишина и пустота давит. Əslində köç yaşayan çox adama deyirlər ki, hər şeylər güllü-gülistanlıq olur. Burada həll eləyə bilmədiyi problemləri orada tamamən başqa problemlərə çevrildiyinə görə, yəni dırnaq içində həll olur deyə bilərik də. Amma burada nədənsə etirafların içində mən elə bir xoşbəxtlik görə bilmirəm. Bu ziddiyyət nədən qaynaqlanır, bu paradoks hardan gəlir? Like'lar üçün çox sağ olun, yeni gələnlər xoş gəldiniz. Sual olsa deyə bilərsiniz.
Bəlkə sizin də hər hansı bir etirafınız var. Düzdür, o etiraf yorumlara sığmaz, uzun olur, amma bəzən də çox qısa etiraflar da olur. Yəni burada oxuyanda 2-3 cümlədən ibarət. Düzdür, onun dərinləməsinə kimi başa düşə bilmirik. Çünki bəzi detallar verməlisən etirafları yazdığın zaman, ona görə də əksən şeyə gəlir. E-maila göndərilir normalda belə etiraflar və daha yaxşı bələd olub, daha yaxşı situasiyanın içindən çıxa bilmək adına. Deyir, əvvəllər mən başqa cür idim, sonra 24 yaşım var, Polşaya getdim 3 il əvvəl və в начальный период было много переездов как внутри страны, так и по другим странам. Yazıb bilmirəm nə deyir. Mən cahiləm də, dünya görüşüm zəifdir, siz bilərsiniz. Ona görə Rusça oxumuram, belə şeylər deyə çox da tanış deyil. Последние 1,5 года живу в одном городе. Уже около 2 лет у меня постепенно сформировалось состояние, которое сейчас ощущается как утрата внутреннего желания, интереса и живости. Canlılıq deyir, itib, başa düşdüyüm qədərlə. Раньше я был другим, у меня был интерес к жизни, энергия, желание двигаться, работать. Doğrudan da bəzi şeylərdə, bəzi bu hallar qaçılmaz olur. Həmin mühit sənə düşmür, xoşuna gəlmir, köhnəni darıxırsan, necəsə indikindən daha yaxşı vəziyyətdə sabaha köç etsən də, amma orada sənə xoş olmur da bir şəkildə. Ya öyrəşmirsən bu tərəfə, ya bəlli bir şeylər alınmır, uyuşmur, rənglər tutuşmur. O səbəbdən ola bilər. Общаться, пробовать новое. Было ощущение внутреннего огня, сейчас этого нет. Основное ощущение, как будто потухли глаза, нет внутреннего импульса, все делается через надо, без желания. Не хочется ни работать, ни общаться, ни знакомиться с людьми. Əslində o qədər yaxşı başa düşən var ki, bu durum eyni vəziyyəti yaşayan, özündən asılı olmayan səbəblərdən belə axmaq bir şeyin içinə düşən, qısır döngüyə və necə çıxacağını da bilməyən. При этом у меня нет комплексов, я открыт. Вообще не могу поддержать разговор, выгляжу аккуратно и уверенно, но внутреннего отклика нет. Есть ощущение пустоты иногда, как без дна, bilmem bu söz nədir, и одновременно с этим есть внутреннее давление и тяжесть, как будто внутри ничего нет. Mən rus dili maraqlısı deyiləm. Etiraflar bu dildə deyə oxuyuram. İngiliscə anlasaq, hər gün oxuduğumuz mətnləri İngiliscə oxuyarıq, fransızca anlasaq eyni şəkildə və ya ağlınıza gələn başqa bir dildə. Sadəcə indi məcburiyyətdən oxuyuram. Yəni mənim hər hansı bir dilə belə bir eşqlə bağlılığım yoxdur. Var ya, əslində öz dilimi sevirəm. Sadəcə öz dilindən başqa hansını sevirsiniz? O dildə mükəmməl bilmədiyimə görə, yəni məcburam. Weekend fake deyilsənsə salam olsun səndə. Sonra nə gəlmişdi, hadi qalmışdıq. Daxilimdə deyir, как будто heç nə yoxdur. Heç nə belə hərəkətə gətirən, ürəyimi çırpan, həyata qarşı eşq, hər hansı bir enerji, sevgi, alov, bir şey tutquyla istəyim, heç nə yoxdur. O da tanış vəziyyətdir çox adama, yəni. Состояние похоже, робот kimi yaşamak, нападение в черную дыру, тишина и пустота, но с ощущением веса. Раньше у меня было много хобби, велосипед, лыжи, походы, шахматы. Bilmirəm o üçüncü nə deyir. Занимался творчеством, рисованием, писал тексты. Также занимался. Deyirəm də pis etraf oxuyanda bizimkilərin də enerjisi düşür. Техническими вещами, ремонтом электроники, в том числе в качестве дополнительного заработка. Сейчас интерес к этому практически пропал. Я могу прийти домой и просто сидеть, смотреть в потолок, и от этого становится еще тяжелее, как будто стены давят. Divarlar üstüme gəlir. Отдельно отмечу, что примерно неделю назад был эпизод, когда я ехал в автобусе из магазина, и внезапно накрыла сильная тоска и ощущение полного тлена. Nə deməkdir bu? Bu sözü bilmirəm. La la.
Эмоция возникла без очевидной причины, и слезы начали течь сами по себе. Və emosiyalar paylaşılmadığı anda, bəzi şeylər yaşanılmadığı halda başlayır yığışmağa və ağırlıq eləyir yük kimi. При этом я функционирую, могу работать, выполняя задачи, развиваю собственный бизнес. Ancaq belə hallarda mən son vaxtlar yaxşı gələn bir neçə şey ağla gəlir. Əslində o da kasıblıqdır da bir növ. Bir neçə şey yox, çox yol gəlməlidir adamın ağlına. Ayda bu niyə belə görsənir? İstənirəm. Отдельно отмечу, что в этот период у меня был опыт употребления психоактивных веществ, в том числе стимуляторов. Критическое мышление, я понимаю все. Fake'lərə oxşayan profillər gəlir yenə. Hayda, bunlar məni çox əsəbləşdirirlər axı. Fake deyirlər. Allah'tan fake deyirlər. Uşaqlar çox like edirsə, biraz arada fasilə eləyin, nəfəslə dalın. Отдельно отмечу, что в этот период у меня был опыт употребления. Yenə bu filtr eləyirik bu sözləri. Я не искал в них кайф. Я пытался уйти от состояния пустоты и получить ощущение смысла и желания. Даже в период употребления я продолжал работать и развивать бизнес. Здравствуйте. Сейчас употребление прекращено и на этом. Ürəyim sıxıldı. Bu etrafı oxuyanda ürəyim sıxıldı. Bu nə də? Normal etraf yoxdur. Не хочу потерять мужа, но yenə git-git ailə söhbətləri с подругой другим. Дружим уже почти 6 лет, но как только у нее появился молодой человек, она стала меньше писать мне. Canlı ölü be, ağlayanı yoxdur. Почему муж не может признать свою вину, а берет и перекладывает ответственность на других? Burada bir tane kısa saç adam var ve bu последний. Silməm gəlirim. Son vaxtlarda 2 dəfə azalıb. Bir yaşından gəlib etraf. Etraf oxuya bilməyəsən bir başqa. Baxaq görək nə var. Dostlar, ekranı vurun da. Və biz hər gün oxuduğumuz şeylərə qayıda bilərik. Prosta indi həmin məsələlərin nə yeri, nə zamanı, o yüzden. O gün diqqətimizi çəkən məqamlardan muhakkak ki, bugün tapacaqlarımız vardır. Hələ. Спасать человека в остром состоянии в одиночку никто не обязан. Скандальную историю про внезапный психоз разбирает psixiatr. En kadar böyle mevzular var yani. Побочки психотерапии. Почему мы бросаемся в крайности и как можно, как этого избежать? Ekran like'ları çok azdır. Жесткие личные границы, прекращение общения при любом конфликте, излишняя категоричность в суждениях и решениях. Подростковlara ait var. Sonra...
Gidelim bakalım burada ne var. Başka güzelliğin başka. Turşmaza diye bu kampot. Kendine karşı acımasız olmak başarı getirir mi? Küçük bir soru, büyük bir soru. Panik bozukluğun klinik görünümü ve tedavisi. Burada da yaxşı mövzular yoxdur. Çünki mövzu ilə yaxşı olmayan şeylər müzakirəsidir. Yəni burada ana tema odur. Bunu da oxumayacaq. Yorğun değil, tükenmiş, genç yetişkinlikte. Bunu da oxumuşuq. Tanış gəlir. Kıyaslama kültürü, benlik algısı. Hayat yalandı, şükür Allah'a, çok şükür. Hep aynı insana. Bunları oxumuşuq, çoxsunu oxumuşuq. Güvenlik arayışın gölgesinde. Neden her şeyi kişisel algılıyoruz? Çünkü bazı şeyler kişisel algılama gerekiyor. O yüzden seçmek ya da seçmek. Bütün mesele bu. Bəli, bütün mesele odur. Hoş gördük dostlar, yeni gelenler ekran like'larını artırsa çok mənə faydalı olmuş olabilirsiniz. Telefonunuza gönderdiğiniz bir mesajın saatlerce cevapsız kaldığını düşünün. Bir arkadaşınızın yüz ifadesi her zamankinden daha soğuk görünmüş olabilir. Soğuktan ziyade donuk, mutsuz. İş yerinde yöneticiniz kısa bir e-posta göndermiştir. Acaba yanlış bir şey mi yaptım? Hemen bir panika kapılırıq ki, görəsən ne olub? Nasıl pis bir şey. Kişiselleştirme. Deməli, binlerce yıl boyunca insanlar tek başlarına değil, gruplar halinde yaşayarak hayatta kaldılar. İnsan sosyal varlıktır. Bir grubun dışında kalmak yalnızca sosyal bir sorun değil, aynı zamanda hayatta kalmayı tehdit eden bir durumdu. Çok doğru. Bunu düzeltmiştim yine aşıp. Çok doğru. Bir grup. Bu nedenle beynimiz sosyal ilişkilerde ortaya çıkabilecek en küçük değişiklikleri bile dikkatle izlemeye programlandı. Bob, Mester ve Larry'nin ait olma ihtiyacı. Ben de başlayacağım. Canlımı vırırlar. Neyim daha ya? Üzerine geliştirdikleri kurama göre insanlar güçlü ve sürekli sosyal bağlar kurmaya yönelik temel bir motivasyona sahiptir. Hızlı ve yavaş düşünme kitaplarından danışır. Bilmirəm vallahi. İnan ki bilmirəm. Negatiflik yanlılığı kişiselleştirmeden danışır. Kanıttan. Burada da bir şey tapabilmedik. İnsan kendisi hakkında fikrini nasıl oluşturur? O dilləri özünü qiymətləndirmədən öncə çalışın ki, başqalarının, normal adamların əhatəsində olduqlarının fərqinə varın. Saçım yenə hərəsi büyütəldən. Çox sağ olun. Bəyəni paylaşım üçün. Mən utancağam, mən yetərincə uğurlu deyiləm. İnsanlarla çox rahat ünsiyyətə girə bilmirəm, yaxşı bir şəkildə münasibət qura bilmirəm. Mən həmişə belə idim. Əslində bu cümlələr, bu ümumiləşdirmələr, məsələn, çox hassasın, kiməsə dedin, sən zaten böylesin, sən yapam. Bir dənə uğurlu bir mətn axtarırıq, bir araşdırma. Heç sən tapa bilmirik. Niyə görəsən? Doğru meslek diye bir şey var mı? Başka. Selamlar, hoş geldiniz. Ekran beğenilerini artırsak. Doğru meslek hangisi?
profil adlarını çox axtarırsınız. Mükəmməliyetçilik. Bunları oxumuşuq. Her şey yalan, ölüm gerçek. Sonunu bilen tek canlı. Gördüğümüz şey gerçekten gördüğümüz şey mi? Görsel algı üzerine bir analiz. Neçə il fikirləşmirsiniz adın üstündə? Mənasız hayat. Hayat boktandır. Herkese belli ama kimse itiraf edemiyor. Birisi də özünə zərər vermədən danışır. Belli bir zamanda bu mövzular normal olur ama indiyə uyğun deyil. İstidən pişə-pişə mən burada nə bilim bu mövzulardan oxuya bilmirəm də, çünki olmur. Mutsuz olanda, uca ki axşam 8-dən sonra bu mövzular müzakirəyə açıqdır. Belə halda yox. Mən keçən dəfə şeyə baxırdım. İndi ancaq başqa dili dəyişim burada. Alman tren istasyonlarında alkol yasaklanıyor. Ay ne güzel. Ya başka şey okuyorum. Çocukların oyun hakkı var. Peki oynayacak yerleri var mı? İstanbul'da yaklaşık 3 milyon çocuk yaşıyor. Vay be, ancak kent yüz ölçümünün yaklaşık %85'i çocuk oyun alanlarına erişim açısından sorunlu. 107 mahallede 2002 raporunda 107 mahallede çocuk oyun alanı olmadığını gösteriyor. Yaz tatiliyle birlikte milyonlarca çocuğun açık havada geçirebileceği zaman artıyor. Ancak kent yaşamı, trafik yoğunluğu, yapılaşma ve yeşil alan eksikliği çocukların dışarıda oyun imkanını daraltıyor. İstanbul Büyükşehir Belediyesi'nin son yıllarda bayaqki sözün açıqlaması olmuş. Salamlar dostlar. Ekran like'larıyla ses kanalıma canlıma dəstək olsunuz, yaxşı olar. Çocukların oyun hakkı açısından en büyük sorunun yalnızca park sayısı olmadığını, bu alanlara güvenli ve eşit biçimde erişilememesi olduğunu da ortaya koyuyor. Türk İstatistik Kurumu'nun 2025 verilerine göre İstanbul'da yaklaşık 15.8 milyon kişi yaşıyor. Kentte 0-4 yaş grubunda 787.301, 5-9 yaş grubunda 1.049.133. Bu niye böyle yazıb şeyleri, sayıları? 10-14 yaş grubunda ise 1.109.475 çocuk bulunuyor. Böylece 0-14 yaş grubundaki çocuk sayısı 2.945.909'a ulaşıyor. Başka bir ifadeyle İstanbul'da yaklaşık her 5 kişiden biri çocuk. Çocuklar parklara yürüyerek ulaşamıyor. Mahalleler arasında eşitsizlikler var. Engelli çocukların oyun hakkı, kız çocuklar kardeş bakımını üstleniyor. Bu kimi mövzulara toxunub hədəflərlə bugünkü tablo örtüşüyor mu? Yeşil alan
sonra Almanya'dan Almanya'da 5000'den fazla kişi nasıl sıcaktan öldü? Almanya'da kiralık ev krizi büyüyor. Almanya'da klima tartışması, bunu okumuştu. Dur bakalım, burada göreyim ne var. You complete task first. Task one. Nasılsın? Hal hatır sormak. Selamlar. Tekrardan. Hangisi uygundur? Mir geht es nicht so gut. Mir geht es gut, danke. Mir geht es schlecht. Bu necə oxular bilmirəm. Səsli versiyaları hardadır ki? Ich brauche Hilfe. Yardıma ihtiyacım var, mutluyum, üşüttüm. Ne deyir görəsən? Ich brauche Hilfe. Məncə yardıma ihtiyacım vardı, düzdür. Düzdür deyəsən. Ich bin traurig. Üzgünüm. Traurig yaz Ich demeliyim. bin traurig. Ich bin sauer. Hastayım, yorgunum, kızgınım. Ich bin sauer. Necə? Ich bin sauer. Kızgınım deyir yəqin ki. Yaxşı uyandım. Məncə düz cavablardı, bilmirəm. 3 puanım oldu. Nasılsın? Nasılsın? Wie ist die geht? Necə deyir buna? Cavablar göster. Nasılsın? Neynəməli indi? Wie es Wie geht es dir? düz oldu şimdi bu. Nasılsın? Nasılsın? İyiyim. Teşekkür ederim. Mir es gut. Ayda yok. Mir es geht kurtulur. Danke. Saf oldu. Mir geht es gut, danke. Mir geht es gut, danke. İyiyim. Teşekkür ederim. Mir geht es gut, danke. Mutluyum. Mutluyum. Ich bin glücklich. Nokta. Ich bin glücklich. Happy. I'm happy. 44%. 3'ten eksi. Hiç yoktan iyidir de bir şeylere bakırıq en azından. Ama bence ne yapacağım ben ya? Ne oldu ye? Kayda bilmədik.
Ha. Aile yardım istemek, iş ve meslekler. Aylar, haftanın günleri, rutin. Tamam, güzel. Morgen, Abend, Mittag, Nacht. Saf oldu. Neden acaba? Morgens, Morgens, mittags, mittags, abends, abends, nachts. nachts. 2 puanım var. Ne yazıp hangisi uygundur? İhbut. Doğru resmi seç. Ich putze mir die Zähne. Ne diyorsun? Ich ziehe mich an. Um 1 esse ich zu Mittag. Çatındı. Şekiller verip onları deyirdin. Aman da eləyə bilmirəm. Lala, getdim aşağılar, sağ olun.